Değerli izləyicilər, bir xəbəri diqqətinizə çatdırım. Daha bir qrup müğənniyə efir qadağası qoyulduğu deyilir. Belə ki, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra siyahının daha uzandığı və yeniləndiyi xəbəri də verilir. Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verir. Efirdə daha çox sənəti, səsi və efir etikası ilə seçilən sənətçiləri görə biləcəyik bundan sonra. Bu siyahıda kimlər var? Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Meyxanaçı Samirə, Fərəh Samirə, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İskəndərli, Elşən Xəzər, Elit Star Cəmilə, Rəqqasə Aygün, Müğənni Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Əkbərova, Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, Arzu xanım Həsənova, Aygül Səfarova, Niqa Yılmaz, Meydan Əskərov. Və qeyd edək ki, Manşet Az Xəbər portalının audiovizual şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verib sorğusuna Şura belə cavab verib. Ümumölkə yerüstü və pek yayımında olan televiziya kanallarının məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır.